Biz bu 9-cu sinifdə olan yeniliklə bağlı hələ 2022-ci ildə məlumat vermişdik ki, nəzərdə tuturuq ki, bəli 3 il öncə nəzərdə tutulur ki, belə bir dəyişiklik olacaqdır və bizim nümunə tapşırıqlarımız da hələ o vaxtı dərc olunmuşdu. Bu qiymətləndirmə tapşırıqları kitabçaları var. Orada da göstərilmişdi ki, bu formada olacaqdır. İndi yaxın gələcək üçün 2 ildən sonra mən deyə bilərəm ki, indi 9-da verən şagirdlər, onlar 2 ildən sonra 11-ci sinifdə oxuyacaqlar. 11-ci sinif buraxılış imtahanları da qəbul imtahanlarının birinci mərhələsi hesab olunur və onlar eyni o modeli orada da görəcəklər. Necə ki, indi 9-cu sinifdə 2 ildən sonra 11-ci sinifdə həmin o şagirdlər, onlarda da o şəkillər təqdim olunacaqdır, 3 dənə şəkildir və deyək ki, oradan bir hekayə quracaqlar. Yəni, əsas bizim indi bəlli olan və bizim ictimaiyyətə açıqladığımız yenilik budur ki, 2 ildən sonra 11-ci siniflərin şagirdləri də buraxılış imtahanları bu formada verəcəklər. Xarici dil fənni üzrə, burada digər fənlərə aid deyil. Amma digər hansısa bir ciddi bir dəyişiklik yoxdur. İmtahan modelində olsun və yaxud da ki, testlərin modelində olsun.